Biologiya sahəsində bəs iş tapmaq necə? Asandırmı, rahatdırmı? Yəni belə deyək də, çoxdurmu bu sahədə iş? Biz ümumiyyətlə baxanda bioloqların çoxusu fərqli öz peşələrinə fərqli peşələrdə çalışırlar. Məsələn, HR menecer olurlar ya da mühasib tanışım var. Mənim bir var biologiya oxuyan. Belə işlərdə işləyirlər, amma ən çox bioloqlardan ötəri görülən iş, yəni indi tələbələr arasında ən çox müraciət olunan işlər klinikalarda laborator işləridir. Biologiyanın bir sahəsi var, tibbi biologiya. O diaqnostika qoyulma metodlarını araşdırır, müalicə metodlarını araşdırır, ya da ki, elə bu analizin hansı yolla elənməsini araşdırır. Ona başvururlar çoxsu. Amma belə iş tapmaq çətindir. Bəli, bizdə var bəzi məsələn import olunan bitkilərin analizi bəli, orada həşərat, yad həşərat ya da zərər verici yumurtası varmı? Onda olmaz bu. Belə şeylər var. Qida analizdə həmçinin bilirəm ki, edilir biologiya. Kənd təsərrüfatına da əslində bioloqlar cəlb oluna bilir. Amma buna görə Aqrar Universitetin kadrları var. Mən fikirləşirəm ki, biologiya fakültəsinin məzunu üçün iş tapmaq biraz çətindir. Yəni həm də cihazların, təchizatın bahalı olması buna azaldır. Məsələn, bizdə ümumiyyətlə klinikalarda olan analizlərin bəziləri yollanırlar, xaricdə elənilir. Ona görə bizdə hələ də tələbat yoxdur hələ ki. Çox sağ ol. Bir problem deyək də buna aradan qalxar, daha çox iş imkanları olar bioloqlar üçün də və insanları bu sahəyə verdik. Tələbələri, abituriyentləri bu sahəyə daha da təşviq edir, həmin bu iş imkanlarının çox olması.